Salam, hər vaxt xeyir olsun. Bugün 2022-ci il 5 iyun birinci qrupların blok imtahan suallarını müzakirə edəcəyik. İlk sual çevrə mövzusuna aid bir sualdır. Düzdür, həmin sual səhv idi. Sualın səhvliyi nədən ibarətdir? İndi onu qeyd edeyim. BK-nı 8 verib, OK-nı 4 verib. Biz burada bu bucağı 80 dərəcə, M bucağın qövsünü 40 dərəcə verəndə daxili çəkilmiş bucağı 60 dərəcə tapırıq. Buranı 60 dərəcə tapandan sonra çevrənin radiusunu Pifaqor teoremi ilə necə tapacağıq? Kosinuslar teoremi ilə daha doğrusu. 16 üstəgə 64 çıx 2 vur, 4 vur, 8 vur, 2-də 1. 2-lər ixtisar olunur. R kvadrat 48, R-ə düşür 4 kök 3. İndi baxın şagirdlər. Burada radius 4 kök 3, 8 və 4. Deməli, bura 90 dərəcə olmalıdır. Amma qövs 80 dərəcə veribdir. Bura 90 çıxır. Bu sualın səhv olduğunu başqa yöndən necə görmək olar? Biz burada radius 4 kök 3 tapanda buranı birləşdirsək, bu da 4 kök 3'tür. AK-nı istəyirik. AK-nı tapmaq üçün radiusun kvadratı bərabərdir. Daha doğrusu belə yazacağıq. OK-nın kvadratı Stuart teoremi yazacağıq da. R kvadrat çıx, AK vur 8. OK-nı biz tapmışıq 4. 16 bərabərdir 48 çıx, 8 vur AK. Buradan 8 AK 32 olduğu üçün AK-nı tapırıq ki 4'tür. İndi AK cavabında 4 veriblər. Zaten orada 4 qeyd eləmişlər. Amma sual səhv idi. Bura 4 olduqda, bura 4'dürsə, bu bucaqlar bərabər yanlı 3 bucaqdan 30 dərəcə olmalıdır. İlk sual ona görə səhv idi. Keçək növbəti suala. Bütün üzləri bərabər tərəfli üçbucaq olan piramidanın oturacağının daxilində çəkilmiş çevrənin radiusu kök 3'dür. Bu, şagirdlər, bütün üzlərin bərabər tərəfli olması o deməkdir ki, verilmiş fiqur tetraedirdir. Tetraedrin oturacağının tərəfinə A yazdıqda, oturacağın daxilinə çəkilmiş çevrənin radiusu kök 3'dür. R bərabərdir A böl 2 kök 3. Kök 3'ə bərabərdir deyə A-nı tapırıq ki, 6'dır. A-nı 6 tapandan sonra üzün sahəsini burada tapırıq ki, biz A kvadrat kök 3 böl 4'dür. Cavab 9 kök 3'dür. Tam səthinin sahəsi 4 dənə üzdən ibarətdir. 36 kök 3 olacaq. Bu sual 2006-cı ildə də birinci qrupların qəbul sualı olur. Həmin ildə mən özüm imtahan vermişdim deyə bilirəm. Orada həcmin istəmişdi. Üçüncü sualda 4 üstü x 18 verilibsə, burada x 3-dən kiçik 2-dən böyükdür. 3 üstü y 30 veribsə, y 3-dən böyük 4-dən kiçikdir. İndi x çıx 3-ün işarəsi burada mənfi olur, x çıx y mənfi olur, y çıx 4 mənfi olur. Ona görə də hər biri əksinə açılacaq. Y çıx x üstəgə 4 çıx y. Y-lər və x-lər getdi. Cavab qaldı. X-lər getmədi. Cavab 7 çıx 2x olur. İkisi də mənfidir. Kompleks ədədin arqumenti pi böl 2'dirsə, artıq bunu şagirdlər proqramdan çıxartdılar. Kompleks ədədin arqumenti 90 dərəcədirsə, deməli, kompleks ədəd yerləşir ordinat oxunun üstündə və müsbətdə. Buradan alırıq ki, bunun real z-i 0'dır. Yəni, real z buradır, xəyali z isə buradır. Xəyali hissəsi isə in çıx z, b çıx 2 gərək müsbət olur. A 2-yə bərabərdir, B 2-dən böyükdür. Doğru cavab D variantıdır. Verilmiş funksiya, şagirdlər, xətti funksiyadır. X üstəgəl B. Ordinatı kəsdiyi nöqtə 1'dir. X-ə 0 yazmaqla B-ni tapırıq ki, 1'dir. Y-i buradan Kx üstəgəl 1 yazıb. Y-ə 0 yazanda X-ə mənfi 1 yazırıq. K-nı tapırıq ki, 0'dir. Üzr istəyirəm, K-nı tapırıq 1'dir. Deməli, Y bərabərdir. Kx üstəgəl B funksiyası oldu artıq nə? X üstəgəl 1.
İndi bunun ibtidai funksiyasını istəyirik. Nəyin törəməsi x eləyər şagirdlər? X kvadrat böl 2-nin. Nəyin törəməsi 1 eləyər? X-in. Üstə gəl c. İbtidai funksiya olacaq. Burada y variantı. 6-cı sualda apsik olan nöqtədə əmələ nöqtədə çəkilmiş toxunanın apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağı tapmamızı istəyir. Şagirdlər biz bilirik ki, toxunanın bucaq əmsalı törəmənin həmin nöqtədə qiymətinə bərabərdir. Bu bizə nə verir? 3x kvadrat çıx 6x üstə gəl 1. X-in yerinə 2 yazdıqda 12 çıx 12 üstə gəl 1. Deməli, k-nı 1 tapdıq. Bu tangens alfaya bərabərdir. Buradan alırıq ki, alfa 45 dərəcədir. 7-ci sualda bərabər tərəfli ABC üçbucağının A1 və BB1 medianlar perpendikulyarları qaldırılmışdır. Hər birinin 6 verir. Üçbucağın tərəfini isə 4 veribdir. Deyir ki, C nöqtəsi ilə A1, B1 parçasının ortasını birləşdirən düz xəttin ABC üçbucağının müstəvisi ilə əmələ gətirdiyi bucağı tapmış. Şagirdlər, baxın, biz burada A1, B1-i birləşdiririk. Bunun orta nöqtəsini C ilə birləşdirdik. İmtahan suallarının birində bunu soruşubdur bizdən, CM parçasının uzunluğu. İndi mən buradan hündürlük çəkirəm aşağı, bura 6 olur. Buradan birləşdirsəm əgər, bu hündürlük 3 perpendikulyar teoreminə görə perpendikulyardır. Buranı 2-2 böləcək AB-ni. O zaman bu CH parçasını tapırıq 2 kök 3. İndi üçbucaq MCH-da əmələ gələn bucağın tangens alfa. Qarşısındakı katet 6-nın bitişik katet 2 kök 3-ə nisbəti, o da kök 3-dür. Buradan alfanı tapırıq 60 dərəcədir. 8-ci sualda nöqtələr koordinat başlanğıcına nəzərən simmetrikdirsə, -4-ün B-nin koordinat başlanğıcına nəzərən simmetriki 4 -B-dir. İndi burada deməli k kvadrat çıx 7k üstə gəl 14 müsbət 4-dür. Alırıq k kvadrat çıx 7k üstə gəl 10 0-dır. K çıx 2, k çıx 5 0. Cavabı 2 və 5 burada tapdıq. İndi müsbət üçün koordinat başlanğıcına nəzərən simmetriki k kvadrat çıx 8k üstə gəl 12 -3-dür. Buradan alırıq ki, çıx 8k üstə gəl 15 0-dır. Köklərini tapırıq 3 və 5-dir. Hər ikisini ödəyən cavab 5-dir. Cavab B variantı. Tənliklər sistemini həll edin. Burada ikincini 3-ə vursaq əgər 7x üstə gəl 3x çıx 3y üstə gəl 3y 4 üstə gəl 6-dır. Buradan 10x bərabərdir 10, deməli x-i 1 tapırıq. X-ə 1 yazdıqda y-də 1 tapılacaq. B variantı. 10-cu sual maraqlı sualdır. Mürəkkəb funksiyaya aid şagirdlərin əksəriyyəti burada çətinlik çəkir. Fx-i 3x üstə gəl m veribsə, o zaman fj bərabər olacaq 3j üstə gəl m. İndi fjx yazanda şagirdlər, jx-i də gəlin yazaq. Jx mx üstə gəl 6-dır. Deməli fjx olacaq 3 vur mx üstə gəl 6 üstə gəl m. Jf bərabər olacaq m vur f üstə gəl 6. Onda jfx bərabər olacaq m vur 3x üstə gəl m üstə gəl 6. Nə alırıq? 3mx üstə gəl 18 üstə gəl m, 3mx üstə gəl m kvadrat üstə gəl 6. 3mx'lər eynidir. Deməli 18 üstə gəl m kvadrat üstə gəl 6-dır. Buradan m kvadrat çıx m çıx 12 0 alırıq. M-in 2 qiyməti alınır. Onda yəqin ki, müsbətin qeyd edir. Cavabı 4 yazıbdır. 11-ci sualda A və B vektorları paralel olar, yəni kollinear olar demək istəyir. 2-nin M-ə nisbəti
6'nın -12'yə nisbəti, -12'nin 24'ə nisbəti. Buradan 6m-i -24 tapırıq. 11'də cavab -4 olur. 12-ci sualda AD 15'dir, AC 9'dur, CD 8'dir, AB-ni tap deyir. Mən şagirdlər, bura alfa desəm, burada alfa düşür. Beta yazsam, bura beta düşür. Üçbucaq ABC, üçbucaq ACD-yə oxşardır. Görürük. İndi biz burada AB tərəfini istəyirik. Bu bucağa biz bucaq deməli alfa beta yazdıq. Üçüncü ABC bucağına gamma yazacağıq. ACD-də alfa beta yazanda üçüncü ACD bucağına gamma yazın. İndi tələb olunan nədir? Bizdən tələb olunan beta və gammanın qarşısındakı bucaqlardır. Ona görə alfanı üstündən xətt çəkirəm. ABC'də betanın qarşısında x-in, gammanın qarşısında 9'a nisbəti. Bu birisində betanın qarşısında 8'in, gammanın qarşısında 15'ə nisbəti. 15x bərabərdir 72'yə, x bərabərdir 72 böl 15'ə. 3'ə ixtisar aparsaq 24 böl 5, 4,8. 13-cü sualda A bucağın 75 dərəcə verib, B bucağın 45 dərəcə verib, C bucağına 30 dərəcə qalır. AB-ni 3 verib, AC-ni tələb edir. Biz hündürlük çəksək buradan 3 böl kök 2 olacaq, x-ə düşəcək 6 böl kök 2 və ya 3 kök 2. Şagirdlər, bu sualı mən özüm bu üsulla yazdım. Sinuslar teoremi ilə birbaşa yaza bilərdik. 3 böl sinus 30, x böl sinus 45 dərəcə. 14-cü sualda funksiyalardan hansı birinci rübdə artandır? Artan olması üçün şagirdlər törəməsi müsbət olmalıdır birinci rübdə. Tangensin törəməsi həmişə müsbətdir, çünki 1 böl kosinus kvadratdır. Pi böl 2-dən fərqli bütün qiymətlər də müsbətdir. Ona görə 1'i 1'dir. Sinusun törəməsi kosinus x-dir. Birinci rübdə törəməsi müsbətdir. Ona görə cavab 1 və 2'dir. Biz bunu şagirdlər birinci rübü 0 pi böl 2 yazıb, məsələn, tangensin 0'da qiyməti 0'dır. Tangensin pi böl 2'də qiyməti müsbət sonsuzluğa gedir. Deməli, artandır. Sinusun 0'da qiyməti 0, pi böl 2'də qiyməti 1, artandır. Kosinusun 0'da qiyməti 1, 90'da qiyməti 0'dır. Artıq burada nə olur? Azalandır. 15-ci sualda limitin hesablanmasını istəyir. Biz yuxarını vuruqlarına ayırsaq, limit x yaxınlaşır 2'yə, x üstə gəl 6, x çıx 2, x çıx 2, x üstə gəl 2. İxtisar olunur, x-in yerinə 2 yazdıqda 8 böl 4 cavab 2 eləyəcək. 16-cı sualda otağın həcmini biz əvvəlcə tapmalıyıq. Uzunluğu, eni və hündürlüyü verilmiş otağın həcmi 240'dır. 100 metr kubunda 22 kub var. 240'da nə qədər olacaq? Tənasüblə buradan 22 vur 240 bölünsün 100 yazırıq. 20'yə ixtisar eləsək 12, burada da 44, 220, 264 böl 5. 50 neçə tam eləyir? Hesablamada deyəsən səhv elədim. Baxaq. Oksigenin həcmini istəyirdik. 18, 15'ə vurdum. 18 vur 15. 180, 90, 270 edir uşaqlar. Burada səhv eləmişim. Baxın. 270'ə x yazıram. 100'ə isə 22. Nəysə, hesablama hissəsini siz yazarsınız. Yəqin ki, cavab olacaq 22 vur 270 böl 100. 20'yə ixtisar getmir, sıfırlar gedir də amma. 22 vur 27 cavab D variantı olacaq.
17-ci sual trigonometrik tənliklərə aid maraqlı bir sualdır. Deməli, kotangensin 3x çıx pi bölü 4-də bu arc kotangens -1 üstə gəl pi kat. O arc kotangens mənfi olduqda pi'dən çıxırdıq müsbətini. Burada pi bölü 4'lər ixtisar getdi. X qalır pi bölü 3 üstə gəl pi bölü 3 vur k. Doğru cavab D variantı. 18-ci sualda n faktoriala bir x desək, 3x kvadrat çıx 5x çıx 2 0 alır. Vurublarına ayırsam əgər onu 3x üstə gəl 1, x çıx 2 0. X-i tapıram 2-dir. Deməli n faktorial 2-dirsə n 2-dir. 19-cu sualda şagirdlər baxın. Loqaritmik tənlikdir. Burada loqaritmi 27 əsasdan x yazılıb deyə x müsbət olmalıdır. Onda mən buradakı bu x kvadratı 2 üstündə loqaritma 3 əsasdan x kvadrat vurulsun. 125 5'in kubudur. 5 üstündə 3, 27 də 3'də 1 vur loqaritma 3 əsasdan x. Bərabər 400 yaza bilərim. 3'lər gedir. Bu 2 də bunun qarşısında yazılsın. Fikir verin, 2'nin kvadratı vur 5 üstündə loqaritma 3 əsasdan x. 400 bu da 20'nin kvadratıdır. Deməli, loqaritma 3 əsasdan x 2'dir. X-ə düşür 3'ün kvadratı, o da 9. 20-ci sualda ştrixlənmiş hissənin sahəsini hesablamaq lazımdır. Şagirdlər 12y çıx 5x çıx 60-dırsa, B nöqtəsini tapmaq üçün biz nə etməliyik? X-ə 0 veririk. 12y 60 elədiyi üçün y-ə 5 düşür. Y-ə 0 versək əgər, buradan -5x 60 elədiyi üçün x -12 olur. İndi burada AP parçasının uzunluğu 6'dır. Hündürlüyü isə kənara çəkilir 5'dir. Üçbucağın sahəsi bərabər olur. 6 vur 5 bölü 2, 15. 21-ci sualda birinci ifadə modulu ilə açılır. İkinci ifadə modulu ilə açılır. A sıfırdan o da B'dən kiçikdirsə, A çıx B'nin işarəsi mənfidir. A'nın da işarəsi mənfidir. Əksinə açılacaq. Çıx 5A, cavab B çıx 6A. Y variantı olur. 22-ci sualda kəsrin sürəti mənfidir. Nəticənin mənfi olması üçün 2 çıx x müsbət olmalıdır. Mənfi x mənfi 2-dən böyükdür. X 2-dən kiçikdir. Doğru cavab B variantı. 23-cü sualda radiuslar 3, 4, 5 olan kürə verilib. Bunların həcmlər cəminə bərabər olan kürə axtarır. Biz onu 3'də 4 pi kub yazsaq, bu verilmiş kürələrin həcmləri 3'də 4 pi 3'ün kubu, 4'ün kubu, 5'in kubu olacaq. Burada 3'də 4 pi kublarını ixtisar eləsək, 27 üstəgə 64 üstəgə 125. 216 alarıq. Deməli, R 6'dır. Baxın, burada bir maraqlı tənlik çıxdı uşaqlar. N kub, N üstə gəl 1 kub, N üstə gəl 2 kubu. Bərabərdir N üstə gəl 3 kubu yazsaq, deməli N 3 imiş. Fikir verin, 3, 4, 5'in kublar cəmi 6'nın kubuna bərabər imiş. 24-cü sualda A üstə gəl B'nin kvadratı çıx C kvadrat 13'dür. Biz burada A üstə gəl B üstə gəl C, A üstə gəl B çıx C. Hasilini 13 yazsaq, deməli A üstə gəl B üstə gəl C 13'dür. A üstə gəl B çıx C 1'dir. Əgər tərəf-tərəfə toplasaq 2A üstə gəl B 14'dür deyə A üstə gəl B 7 alınır. Yerinə yazsaq C-ni 6 tapacaq. Deməli 7 üstə gəl 2 vur 6, cavab 19 eləyir. 25-ci sualda xətti tənliyin sonsuz sayda həlli var. Şagirdlər, xətti tənliklərdən 0 vur x bərabər 0 olduqda sonsuz sayda həlli olur. Biz burada m kvadrat üstə gəl n kvadrat çıx 7 vur x yazıb. Bərabərdir 2mn çıx 7 yazsaq. Deməli, m kvadrat n kvadrat çıx 7 sıfırdır.
2m çıx 7, 0. Biz bunları tərəf-tərəfə çıxsaq, alacağıq m kvadrat üstə gəl n kvadrat çıx 2m 0. Bu bizə nə verir? M çıx n kvadratı 0, deməli m-ə bərabərdir. M-ə bərabərdirsə 7 vur n böl, n üstə gəl n. Cavab 3,5 edir. 26-cı sualda biz AD kəsənini uzatsaq axıra kimi uyğun bucaq 120 alırıq, qonşusu 60-dır. Deməli, A bucağı 50 dərəcə olur. Ümumi həddi verilmiş ardıcıqlar üçün uyğunluğu müəyyən edin. Birinci ardıcıllıq 3/2n xətti funksiya olduğu üçün bu ədədi silsilədir. Baxın, x1 olacaq 1, x2 olacaq -1, x3 olacaq -3. Görürsünüz, ədədi silsilədir, ona görə 1-ə uyğundur B variantı. Y-in 2 üstü 1 üstə gələndir. Y1 olur 4. Y2 olur 8. Y3 olur 16 və s. 2 dəfə artdığı üçün hər dəfə həndəs silsilədir. A variantı 2-yə aiddir. A1 getdi. Üçüncüsü Zn 4 üstü n üstə gəl 2. Baxın, burada Z1 olur 16 üstə gəl 2, 18. Z2 olur, səhv dedim şagirdlər burada. Z1-i biz n-ə 1 yazdıq. Mən ikinci ilə üçüncünü qarışdırdım. Z1 olur 6, Z2 olur 18, Z3 olacaq 66. Fikir verin, aradakı fərq nə eyni dəfə artmır, nə eyni fərqlə artmır. Ona görə həndəs silsilə deyil. İndi burada ilk 4 həddin cəmi -8 eləyən, baxın, x4-də də burada düşür -5. D variantı 1-ə aid. D də getdi, C də getdi. Qaldı Y. İlk 5 həddin cəmi 32 eləyən. Burada 4-cü həddə artıq 32 alırıq biz. Deməli, 1-ə aid deyil, 2-yə aid deyil, 3-cüyə də aid deyil. Y variantı heç birinə aid olmadı. Situasiya tapşırıqlarına baxırıq. Vedrə doğranı 15 sm olan kəsik konus formasındadır. Vedrənin bağlı olan kiçik oturacağının radiusu 10-dur. Aha, bu radius 10-dur. Vedrənin yan səthi 7 müxtəlif rəngdən istifadə edərək 5 zolaqdan ibarət olmaqla rənglənməlidir. 650 qram 20% duz məhlulu var. Dərinliyi 12 sm olan vedrənin hazırlanması üçün doğranı da 15 verildi. Ən azı nə qədər dəmir lövhənin işləndiyini tapın. Deməli, biz 28 əldə eləmək üçün şagirdlər, əvvəlcə birinci burada oturacağın sahəsini təbii ki tapacağıq. Pi vur 10-un kvadratı. Bu eləyir 100 pi. Pini də 3 verib deyə 300 tap. İndi bu sualın həlli üçün kəsik konusun yan səthini də tapmaq lazımdır. Kəsik konusun yan səthinin radiusa 10 yazaq, 15 yazaq, hündürlüyü 12-dir. Biz yuxarıdakı böyük radiusu necə tapacağıq? Hündürlük çəksək əgər, bura 10, 12 düşdüyündən Pifagor teoremi ilə buranı 5 tapırıq, böyük yer 15 olur. Onda yan səthin sahəsi bərabər olur pi vur, l vur, r üstə gəl, r. Bu da 15 pi vur 25'dir. 15'i 25'ə vursaq deməli 375, yan səthin sahəsi 375, pi də 3'dür. Buradan deməli 225, 1125 alır. Dəmir lövhənin cəmi sahəsi 1425 olacaq. Yazılıb ki, birinci 5 dənə zolaq rənglənməlidir. Birinci və axırıncı olan rəngi qırmızı və ya sarıdır. Aha, ya qırmızı sarıdır, ya da sarı qırmızıdır. Hər zolaq müxtəlif rəngli olmaqla vedrənin səthi neçə müxtəlif üsuldan rənglənmək olur. İndi uşaqlar, bizim burada sarı, qırmızı, əlavə 5 dənə rəngimiz var. Mən buradakı 3 dənə rəngi seçmək üçün, baxın, birinci burada qırmızı və sarı öz arasında yerini dəyişə bilir. 2 faktorial üsulla seçir. Bu ikisini seçdim. Qaldı 5 dənə. İndi 5 dənənin bu aradakı
3 yerdə yer dəyişmə sahib. Baxın, artıq rənglərin müxtəlif olduğuna görə permutasiya ilə hesablayacağıq. 5P3. Ya da belə deyək, bu zolağa 5 variant varsa, bu zolağa 4'ü qalır, bu zolağa 3'ü qalır. O da elə 5P3 deməkdir. 2 vur 5 vur 4 vur 3, 60 vur 20, 120 müxtəlif üsullar rəngləyə bilərik. 30-cu sual üçün bizdə əvvəlcə var idi 650 qram 20%li məhlul. İndi deyir ki, üzərinə 50 qram duz və 300 qram 40%li məhlul əlavə etdilər. Baxaq, biz 50 qram duz əlavə edirik. Gəlin əvvəlcə bizdə nə qədər duz var, onu hesablayaq. 650'nin 20%. Bu bizə verəcək 130 qram duz var. 130'un üzerine 50 qram gəldik. Bir də 300 qramın 40%i duzdur. 0,4. Bu bizə verir 120, 170. Deməli 300 qram duz alındı cəmisi. 650 qram məhlul var idi. 50 və 300'də gəldiyi üzərinə oldu 1000 qram. 1000 qram məhlul. Neçə faizli olur? 30'u 1000'ə bölüb 100'ə vurur. Daha doğrusu 300'ü. Burada 2 sıfırlar getdi. Cavab 30% alındı. Belə. İmtahanın sonuna çatdıq. Ümid edirəm ki, anlaşıldı. Burada bir dənə uşaqlara mən imtahanın axırında isbat sualı qoymuşdum. İndi icazənizlə həmin sualı da burada qeyd edeyim, izah eləyək, bitirək. Deməli, isbat məsələsi şagirdlər bu şəkildə olacaq. Üçbucaq verilibdir. Tərəflər ABC, alfa, beta, gamma verilir. İsbat tələb olunur bizdən. A vur kosinus alfa. Qarşısındakına hasili. B vurulsun sinus beta. C vurulsun, üzr istəyirəm. Burada da kosinusdur. Burada da kosinus olacaq. B vur kosinus beta, C vur kosinus gamma. Bərabərdir R vurulsun. Sinus 2 alfa, sinus 2 beta və sinus 2 gamma. İspat tələb olunan budur. Bir bərabərliyi ispat eləmək üçün o bərabərliyin özündən istifadə etməməliyik. Biz şagirdlər, baxın, biz burada bunun isbatı üçün A böl sinus alfaya, B böl sinus betaya, C böl sinus gammaya. Sinuslar teoremini yazsaq 2R. A'nın əvəzinə 2R sinus alfa, B'nin əvəzinə 2R kosinus alfa, C'nin əvəzinə 2R sinus gamma yaza bilər. ABC'lərin əvəzinə yazsam 2R vur. Burada sinus alfa, kosinus alfa. 2R vur sinus beta, kosinus beta. 2R vur sinus gamma, kosinus gamma olacaq. Hər birindən R'i ortaq çıxartdım. 2 sinus alfa, kosinus alfa. 2 sinus beta, kosinus beta. 2 sinus gamma, kosinus gamma aldım. Burada da iki qat trigonometrik düsturlara görə, arqument düsturlarına görə bu olacaq sinus 2 alfa, sinus 2 beta və sinus 2 gamma. Beləliklə biz ispat etmiş olduq. Hər birinizə uğurlar arzulayıram. Növbəti imtahanlarda görüşərik. Sağ olun, Allah'a emanet olun.